Axşamınız xeyir olsun xanımlar və cənablar. Mən Azər Axşam sizi milyonçudan salamlayıram. Bəli, yenə də o milyonlar, yenə də 10 nəfər iştirakçı, yenə də mübarizə. Gəlin bugünkü oyunumuzun 10 nəfər iştirakçı ilə tanış olaq. Xəqani Ələskərov, Şərif Kərimov, Mirəli Qurbanov, Eldar Əskərov, Vəfa Quluzadə, Əl-Hüseyin Əşrəfov, Şamil Qarəhmədov, Nəzakət Məmmədova, Nəbi Quliyev və Həşim Həşimov. Əlbəttə ki, ilk oyunçumuz bu 10 nəfərdən kim olacaq? Bunu heç kim bilmir. Amma bir neçə dəqiqədən sonra məlum olacaq. Sual belədir. Volga, Mercedes, Ford və Nissan avtomobillərini istehsal edən ölkələri onlara uyğun düzün. Rusiya, Amerika Birləşmiş Ştatları, Almaniya, Yaponiya. Cavablar artıq oyuncular tərəfindən kompüterə göndərildi. Ardıcıllıqsa belədir. Rusiya, Almaniya, Amerika Birləşmiş Ştatları və Yaponiya. Görəsən hamıdan tez və doğru cavabı kim verib? Bir çox adam bu suala doğru cavab verdi, amma Nəbi Quliyev hamını qabaqladı. Bravo! Mən sizə təbrik edirəm Nəbi müəllim. Avtomobiliniz var. 100 milyon manatı qazansaz avtomobiliniz olacaq. Buyurun alqışlarla. Nəbi Quliyev, mən sizi bir daha təbrik edirəm və arzu edirəm ki, 100 milyon manatı qazanasız. 44 yaşınız var, Texniki Universiteti bitirmişsiniz, avtonəqliyyat müəssisəsində mühəndis vəzifəsində çalışırsınız. Hobbiniz mütaliədir. Daha çox hansı kitabları oxuyursunuz? Dünya ədəbiyyatı. Dünya ədəbiyyatını. Kiminlə gəlmişsiniz oyuna? Dostum Natiqlə. Natiq müəllim, xoş gəlmişsiniz. Salamlayırıq və sizi də alqışlayırıq. Və əlbəttə ki, oyuna başlamazdan əvvəl oyunumuzun qaydaları da məlumat. Siz 100 milyon manatı əldə etmək istəyirsinizsə, 15 suala doğru cavab verməlisiniz. 5-ci və 10-cu suallarda itirilməyən məbləğ var. Oyunu istədiyiniz vaxt tərk eləyə bilərsiniz. Oyun müddətində 3 köməyiniz olacaq. 50-50-yə, dosta zəng və bir də hörmətli auditoriyanın köməyi. Biz sizinlə oyunumuza başlaya bilərik. Elə isə biz sizinlə oyunumuza başlayaq. Birinci sual və 10.000 manat. Bunlardan hansı Azərbaycan kulinariyasında geniş yayılmış ədviyyat növüdür? Qara kök, qırmızı kök, yaşıl kök, sarı kök. D variantı sarı kök. Düzdür. İkinci sual 20.000 manat və sual belədir. Vaterpolçunun papağındakı rəqəm nəyi göstərir? Oyunçunun yaşını, oyunçunun boyunu, oyunçunun nömrəsini, suyun hərarətini. C variantı oyunçunun nömrəsini. Düzdür. Üçüncü sual və 30.000 manat. Sual belədir. Kisəli heyvanlar kisələrində nə gəzdirir? Pul, ərzaq, balalarını, kosmetika. C variantı balalarını. Düzdür. Təsəvvür edirsiniz də, Avstraliyada kenguru kosmetika çəkir. Dördüncü sual 50.000 manat və sual belədir. Keçmişdə qəndin belə bir ölçü vahidi var idi. Kəllə qənd, gicgah qənd, peysər qənd, çənə qənd. A variantı kəllə qənd. Düzdür. Təsəvvürdə peysər qənd.
Beşinci sual və ilk itirilmən məbləğ 100.000 manat və sual belədir. El arasında ilan dili çıxartmaq ifadəsi nə deməkdir? Acılamaq, yalvarmaq, zarafat etmək, dil göstərmək. B variantı yalvarmaq. Və düzdür, bravo. Altıncı sual 200.000 manat və sual belədir. Yazıcı Çingiz Abdullayev hansı ədəbiyyatın nümayəndəsidir? Fantastik, macera, dedektiv, aşıq. Yazıcı Çingiz Abdullayev dedektiv janrının nümayəndəsidir. Bu sizin son qərarınız. Bəli. Qəbul olunur cavab və əlbəttə ki, düzdür. Yeddinci sual 400.000 manat. Hələ ki 3 köməyiniz qalıb. Sual belədir. Bunlardan hansına nücum elmi deyilirdi? Astrologiyaya, biyologiyaya, fiziologiyaya, arxeologiyaya. Xahiş edirəm, ürəyinizdə danışmayın. Mən eşitmək istəyirəm, siz nə deyirsiniz orada? Bəlkə nəsə deyirsiniz? Ümumiyyətlə, mənə tanış olmayan termindir. Hansı? Nücum elmi. Mənə tanış olmayan termindir. Arxeologiya, fiziologiya yox. Yəqin ki, astrologiya, biyologiya. Mən də təzə tanış olmuşam. Dünən çayxanada oturmuşdum. Nəcim. Nücum elmi burada mən belə başlayıram ki, münəccim sözü ilə hardasa uzlaşır. Nücum, münəccim. Münəccim astrologiyaya aid ola bilər. Mən belə başlayıram. Mən də başa düşürəm ki, siz başa düşürsünüz. Bəli. Amma bizə sizin son qərarınız Son qərar başa düşülmür. astrologiya. Hansı? Astrologiya Bu variantı. sizin son qərarınızdır. Bəli. Qəbul olunur. Və cavab düzdür, əlbəttə ki, astrologiyaya. Hələ tanış deyil belə cavab verdiniz. Görün, tanışsaydınız nə edərdiniz? 3 köməyiniz qalıb. 8-ci sual 800.000 manat və sual belədir. İlk səfərində qəzaya uğramış Titanik gəmisi hansı ölkəyə gedirdi? Yunanistana, Misirə, Amerika Birləşmiş Ştatlarına, Hindistana. C variantı Amerika Birləşmiş Ştatlarında. Siz oradaydınız. Xeyr. 1913-cü ildə olub bu mən. Bu sizin son qərarınızdır. Bəli. Qəbul olunur. Və cavab yenə də düzdür. Bravo! ...1912-ci ildə Ebiyor. 9-cu sual 1.600.000 manat və 3 köməyiniz qalıb. Bu köməklə siz istədiyiniz məbləği qazana bilərsiniz. Diqqətli olun, sual belədir. İlk aptek hansı şəhərdə açılıb? Safiyədə, Bağdadda, Romada, Dehlidə. B variantı Bağdadda. Oradan nəsə dərman almışsınız. Niyə bax, məhz Bağdadda? Açıq siz çox maraqlı oyuncu oldunuz. Həqiqətən, gəlin alqışlayaq oyuncumuzu. Əgər cavablarınızı açıqlasaydınız, biz özümüz də məlumat toplayardıq. Yəni mən bu məlumatı bilirəm. Əkcə bilirsiniz. Konkret bilirəm ki, Bağdad şəhərində ilk aptek olub. Son qərarınızdır. Bəli. Qəbul olunur son qərarınız. Və bravo, cavab doğrudur. İlk aptek 754-cü ildə Bağdadda açılıb. Və elə siz 1.600.000 manatı qazandınız. İkinci itilmən məbləğ qarşıdadır. 3.200.000 manat və 3 köməyiniz hələ də qalıb. Mən istərdim ki, köməkdən istifadə etmədən 3.200.000 manatı qazanasınız. Sonra isə daha maraqlı olacaq. Diqqətli olun və sual belədir. Avstraliyanın Sidney şəhərindəki məşhur opera binası
nəyə bənzəyir? Samavara, skripkaya, paxlavaya, balıq qulağına. Nisbətən mürəkkəb sual oldu. Dosta zəng. Siz dosta zəng eləmək Bəli. istəyirsiniz? Kimə zəng eləyirsiniz? Etibar müəllimə. Etibar müəllimin sənəti nədir? Etibar müəllim də mühəndisdir. Mühəndisdir. Bəli. Biz Etibar müəllimə zəng edirik. Siz yaxşı mühəndissiniz, yoxsa Etibar müəllim? Hələ sahəsində. Sizin sahəniz hansıdır? Avtomobil. Bəs o? O da mühəndisdir, elektrik mühəndisi. Təkəllərə bax. Алло, Alo, axşamınız xeyir olsun. салам, Sizin Radyo Nazir axşamdır, milyonçu şousundan. хорошо. Очень хорошо. Nəbi Quliyevə sizin köməyiniz lazımdır. 30 saniyə vaxtınız var, buyurun, özünü dinləyin. Угу. Etibar. Da. Avstraliyanın Sidney şəhərindəki məşhur opera binası nəyə bənzəyir? 4 cavab var. Samavara, skripkaya, paxlavaya, balıq qulağına. Balık kulağına. Balıq qulağına. Problem yox. D variantı balıq qulağına. Sizcə o niyə heç fikirləşmədi? O çox savadlı olan. O konkret bilir bunu. Yaxşı ki, o gəlməyib, siz gəlmişsiniz oyuna. O, İnşallah onu da göndərək. O 100 milyon o da sizdə. Biz istəyirik ki, utsunlar 100 milyonu. Beləliklə sizin son qərarınız lazımdır. D variantı balıq qulağına. Bu sizin son qərarınız. Son qərar. Qəbul olunur. Gərək dostunuz biraz fikirləşər. Ya. Niyə? O deyibsə dəqiq bilir. Özü o tikindi də orada olur. Yəqin ki. Mühendis gibi. Ve 3 milyon 200 bin manat sizindir. Bravo. Deniz sahilindeki bu tikinti üst üste yığılmış balık kulaklarına oxşuyur. Beləliklə siz 3 milyon 200 bin manatı qazandınız. Yəni ikinci itirilmən məbləğ. Bir köməkdən istifadə etmişsiniz və mən təbii ki 3 milyon 200 bin manat məbləğində çeki imzalamalıyam ki siz onu ala biləsiniz. Elə isə 3 milyon 200 bin manat və alqışlar sizindir. Almaq istəmirəm onu. Almaq istəmirsiniz. Niyə? Böyük məbləğ istəyirəm. Dühü. Bunu elə belə verirdim. Elə belə Çift götürmürəm. xərci verirdim də, oturmuşuz. Suyun zadı Qoy qiymətini sizdə ödəyərsən, qalsın. sonra yeyib içərik. Baxarıq da. Necə məsləhətdir. Hə. 11-ci sual. 6 milyon 400 min manat və sual belədir. Kino ulduzu Vivien Liv harada anadan olub? A. Polşada, B. Almaniyada, C. Hindistanda, D. Əlcəzairdə. Və 6 milyon 400 min manat. Əllər deyə götürək. Yəni siz belə qərara gəldiniz ki, sizə kömək lazımdır. Bəli. Buyursun, hörmətli kompüter oyunçuya kömək etsin. İki düz olmayan variant artıq ekranda yoxdur, qaldı bir düz və bir səhv variant. Eşitməmisiz bu adı, Vivien Liv? Mənim zəif yerimdir kino. Yazıq kino. Hı. Amma yəqin ki, Azərbaycan kinosundan xəbəriniz var. Bəli. Qəbul edəcək variantı Hindistanda. Bu sizin son qərarınız. Son qərar. Qəbul olunur. Niyə Hindistan? Mən onun heç vaxt alnında xal görməmişəm. Niyə İntuisiya. Hindistan dediniz? İntuisiya görə. İntuisiya, hansı bircədənsiz? Mən buğa. Üç milyon 200 bin manatı götürmək istəmirsiniz. Gəlin mən 3 milyon 200 bin manatı verib, bu itirilən məbləğ deyil. Bunu verməliyəm. Sağ ol. Yox. 6 milyon 400 bin manat sizindir və bu alqışlarla beraber bravo! Siz tamamıyla doğru cevap verdiniz. Ve 6 milyon 400 bin manatı kazandınız. Hindistan'da doğulub, 1913-cü ildə, 67-də isə İngiltərədə vəfat edib. Bir köməyiniz qalıb.
Mən inanıram ki, bu köməklə heç olmasa 12 milyon 500 min manat aparmaq olar. Amma 6 milyon 400 min manatı mən istərdim sizə bir daha göstərim. Və görəsiniz ki, doğrudan da 6 milyon 400 min manat burada var. Amma siz istəmirsiniz bunu. Nəyinizə lazımdır? Diqqətli olun. Bir köməyiniz qalıb. 12-ci sual və 12 milyon 500 min manat. Sual belədir. İtalyanlar dəniz quldurunu necə adlandırıblar? Korsun, Korsar, Korund, Cortez. A. Korsun, B. Korsar, Risk edək. B variantı Korsar. siz həmişə risk edirsiniz. Yox. Niyə? Adam bir köməyiniz qalıb, Yox, mən hesab edəmirəm ki, zal kömək edə bilər mənə bu sualda. yalnız ona görə siz risk edirsiniz. Bəli. B ilə sizin son qərarınız. B variantı Korsar. B variantı Korsar. Bu sizin son qərarınızdır. Bəli. Qəbul olunur. Niyə fikirləşirsiniz ki, zal sizə kömək edə bilməz? Yəni elə çıxır ki, mən bilmirəmsə auditoriya çətindir sizə. Ya ötürədə yayılacaq fikir, məni Hara çaşdıracaq. yayılacaq? Siz çaşdıracaqsınız. Məni çaşdıracaq. Sizi Koreyan fikri, çaşdıracaq. hə. Heç inanmıram ki, onlar kimsə çaşdırsınlar. Olan verdikləri cavab, olan cavabın miqdarı, faizi, o məni çaşdıracaq. Hə, o çaşdıracaq. O çaşdıra bilər məni. Ona görə də konkret cavab vermək lazımdır. Yəni onsuz itiriləcək heç bir şey yoxdur. Heç şey yox. Yəni 3.200 min manat Uzaq başa 3.200 min var, hə. Bəlkə də bu sizin qismətinizdir. Bəli. Sizcə siz düz cavab vermisiniz, yoxsa səhv cavab vermisiniz? Mənim fikrimcə 50% düz cavab vermişəm. Buna bax, bu məqamda kompüterin 50-50'si yoxdur. Siz 12 milyon 500 bin manatı kazandınız. Bravo! Siz tamamıyla doğru cevap verdiniz. İcazenizle ben sizi tebrik edeyim. Olmadı. Ve 12 milyon 500 bin manat məbləğində sizə çek yazılır. Ve ben büyük memnuniyetle bunu edeceğim. Çünkü siz buna layıksınız. 12 milyon 500 bin manat, 3 milyon 200 bin manattan çok belki götürəsiniz. Buna baxın. Bakın. Alkışlar gelsin. Hoşunuza geldi? İsti. Pis değil ve Avtomobil almaq olur. olar. Sizin növbəti məbləğiniz, yəni uda biləcəyiniz məbləğiniz 25 milyon manatdır. Az məbləğ deyil. Və bir köməyiniz qalıb, auditoriyanın köməyi, bütün ümidlər sizədir. Elə isə diqqətli olun 13-cü sual və 25 milyon manat sual belədir. İmperatriça 1. Yekaterinanın əsl adı nə idi? A. Anna Ivanovna, B. Sofia Frederica, C. Marta Skavronskaya, D. Yelizaveta Petrovna. C variantı Marta Skvaronskaya. Üzr istəyirəm, o Son qərar. dünyaya doğulanda oradaydı siz. Yox, bu birinci Pyotrun Özü deyib sizə. arvadı olubdu, qadını olubdu. Marta Skvaronskaya adi bir qadın olub, sonra Meşikov tərəfindən ona çatıbdı. Ondan sonra da o qadını sevib və onu alıb. Və 1925-ci ildən 27-ci ilə kimi o Rusiyanın imperatoru olub. Deməli, bu sizin son qərarınız. Son qərar. Yaxşı. Qəbul olunur. Bəlkə xəbəriniz var, Martanın babasının adı nə olur? Yəni elə danışsınız ki, elə bir ki, ona belə qohumluq əlaqəli olur. Adam heç atasını elə tanımır. Tarix mənim hobbimdir. Tarix sizin hobbinizdir. Bəli. O kimdir elə? Tarix elmdir. Ha, elm, doğrudur. Bravo! Siz 25 milyon manatı kazandınız. Litva kendisi Samuil Skavronski'nin kızı. Sağ ol Samuil.
Mən 25 milyon manat məbləğində çeki yazmalıyam və bunu böyük məmnuniyyət edəcəyim. Çünki siz doğrudan da buna layiq oyuncu oldunuz. 25 milyon manat və alqışlar sizindir. Bravo deyirik. Başınıza dönün, bunu götürün, baxın, xahiş edirəm. Gördünüz? Sizin bir köməyiniz qalır. Yəni bizim oyunumuzda 50 milyon manatı bir xanım aparıb, o gündən bu yana bütün kişilər gecə yatmır. Dirsindən qaşınırlar. Ki necə ola bilər ki, xanım aparsın, biz kişilər bunu bacarmayaq. Mən inanıram ki, siz bugün 100 milyon manat aparacaqsınız və bir daha sübut edəcəksiniz ki, qadınlar bizdən güclüdür. Əksinə, biz qadınlardan güclüyük. 100 milyon manata qazansaz, xanımınız üçün nə alacaqsınız? Mən subayım. Subaysız. Bəli. Ona görə siz Skavronskayanı tanıyırsınız. 44 yaşda subaysınız. Filosof olmaq istəmirəm. Filosof. Sokrat deyib ki, yaxşı qadın qaydadan kənardır. Pis qadın, həyat yoldaşı da insanı filosof edir. Mənə elə gəlir ki, qadının pis və yaxşı olmağı biz kişilərdən asılıdır, elə deyil mi? Hər şey nisbidir həyat. O da düzdür. Onda belə eləyək. Növbəti sual bizi gözləyir və 50 milyon manat məbləği bizi gözləyir. Diqqətli olun, bir köməyiniz qalıb. Sizi tələsdirən, darıxdıran yoxdur. 14-cü sual və 50 milyon manat. Sual belədir. Amerika Birləşmiş Ştatlarının 40-cı prezidenti Ronald Reagan bu televiziya kanallarından hansında çalışır? A. CNN, B. RAI, C. ZDF, D. BBC. Ronald Reagan Amerikalıdır. RAI İtalyanın televiziyasıdır. BBC İngiltərənin televiziyasıdır. ZDF mən bilən Almaniyanın televiziyasıdır. Ancaq risk böyüdür. Sizin bir köməyiniz qalıb. Zalmaya bunda kömək olmaz. Burada mənim variantım CNN-dir. Çünki Amerika məxsus olan televiziyona bir dənə CNN-dir. Bu sizin son qərarınız. Yox, hələ qərar vermirəm. İtki böyük ola bilər. Deməli belə, siz bilirsiniz ki 3 milyon 200 min manat itirilən məbləğ deyil. Səhv cavab versəz 25 milyon manatdan itirəcəyi bir şey var. Sizin bir köməyiniz qalıb və siz qazandığınız məbləği götürüb gedə də bilərsiniz. Bunları mən sadəcə deməliyim. Bu mənim borcumdur. Əgər əmin deyilsinizsə, Oyunu saxlayaq. siz zalın köməyini istifadə eləmək istəmirsiniz. Yox. Axı siz nə itirirsiniz? Mənasızdır mənim. Mənim üçün amma çox maraqlı olardı. Gəlin istifadə edeyim. Yaxşı ki, pulu Hörmətli mən auditoriya qazanmıram. kömək eləsin. Yaxşı ki, pulu mən qazanmıram. Buyursun hörmətli auditoriya oyuncuya bu sualda kömək etsin. Auditoriya CNN deyəcək. Amerika Birləşmiş Ştatlarının 40-cı prezidenti Ronald Reagan bu televiziya kanallarından hansında çalışıb? Auditoriya bacardığı kömək etdi. 7% deyir RAI, 7% deyir ZDF, 11% deyir BBC və 75% deyir CNN. İndi gördüyünüz kimi auditoriya siz deyəni dedi. Mən rassujdat eləməsəm, fikir yürütməsəydim, auditoriya desəydi, qəbul eləmək olardı. Ancaq belə təqribən 70-80% CNN-dir. Çünki Amerika Birləşmiş Ştatlarına məxsus olan burada televiziyona bir dənə CNN-dir. Siz təsəvvür edin ki, tamaşaçılar ekran qarşısında nələr keçirirlər. Bunlar içərisində bilənlər də var. Biri deyir ki, ay Allah, bircə o sözü desəydi. Burada iki variantdır, ZDF-dir ya da CNN-dir. Çünki RAI ilə BBC burada oyunu saxlayaq. Risk böyüdür. Siz oyunu dayandırmaq Bəli, istəyirsiniz. dayandırdım. Bu sizin Son qərarımdır. qəbul olunur. Mənim variantım CNN-dir. Yenə xanımlar bizi qabaqladılar. Biz 50 milyonu qazana bilmədik kişilər. Sizin variantınız hansı qaldı? CNN. Və 50 milyon manat, hə? Amma yaxşı ki demədiniz. BBC. Demiş olsaydınız, siz itirəcəydiniz.
Və indi isə qazandınız 25 milyon manat sizindir. Və bu məbləği 3 ay ərzində istədiyiniz vaxt Beynəlxalq Bankdan ala bilərsiniz. Bravo deyirik. Və hələlik. Mən sizi bir daha təbrik edirəm. Sağ olun. Biz Nəbi müəllimi bir daha alqışlarımızla təbrik edirik. Və əlbəttə ki, növbəti oyuncu kim olacaq? Bunu təyin etmək üçün sual belədir. Ən yüksək zirvə, ən böyük materik, ən böyük ada və ən dərin çökəkliyi müvafiq qaydada düzün. Avrasiya, Mariana, Everest və Grenlandiya.